Normalda 9-cu yeri tutan komanda barəsində müsbət fikir səsləndirməyə çətin olar, amma İmişli FK tərifi haqq edir. Ona görə ki, İmişli ilə bərabər ötən mövsüm 1-ci liqadan gələn digər iki komanda Qəbələ və Karvan Yevlaxın aqibətini onlar yaşamadılar. Yevlax klubu yenə 1-ci liqaya yuvarlandı, Qəbələ də aşağı düşməkdən son anda xilas oldu. İmişli isə bu baxımdan xeyli əvvəl rahatlaşmışdı. Baş məşqçi George Kaşkilya Azərbaycan futboluna yad olsa da işinin öhdəsindən layiqincə gəldi. Çempion Sabahı bu mövsüm ilk məğlub edən İmişlilər oldu. Digər iddialı komandalarla görüşlərdə İmişlinin nəticələri: Zirə ilə hər 3 oyunda heç-heçə, Turan Tovuzla 3 oyundan ikisində heç-heçə, Araz Naxçıvan üzərində 1 qələbə, 1 heç-heçə, Neftçi ilə duellərdə 1 qələbə, 1 heç-heçə. Elə Neftçini məğlub etdikdən sonra noyabrın 23-dən ta ki aprelin 12-si Qəbələ üzərindəki qələbəyə qədər komanda 5 aya yaxın düz 14 tur qalibiyyətə həsrət qaldı. Amma sezonun ilk yarısında yığdığı xallar, mövsümdə Zirədən sonra ən çox 13 dəfə heç-heçə oynamaları İmişlini outsiderlər sırasına düşməyə qoymadı. Çempionatın sonlarında Qəbələ, Kəpəz və Araz Naxçıvan üzərində qələbələrlə klub minimum vəzifəsinin öhdəsindən gələrək Premyer Liqada yerini təmin etdi. Mövsümün əsas yükünü İmişlinin legionerlərə çəkdi. Amma başda Azər Salahlı olmaqla yerli futbolçuların da əməyi az olmadı. Portuqaliyalı baş məşqçiyə isə afərin. Liqada yerini təmin etdikdən sonraki turlarda start heyətində Azərbaycanlı futbolçuların sayını artırdı. Zirə ilə görüşdə 5, Qarabağla 6, Karvan Yevlaxla son turun maçında isə start heyətində 10 yerli futbolçuya yer verdi Kaşkilya. Amma müsbət təəssürat yaradan bu baş məşqçi İmişlidə qalmayacaq. Onun klubla yeni müqavilə imzalamayacağı bildirilir. Yəqin klubun böyük hədəflərinin olmaması, az büdcəsi onu qane etməyib. İndi görək İmişli FK yeni mövsüm üçün Kaşkilya kimi effektli baş məşqçi tapa biləcəkmi? Azarkeşlərin klubdan əsas narazılığı ev oyunlarını İmişlidə yox, Qubada keçirməsidir. Klub prezidenti Kamran Eyyubov Sportinfo TV-yə açıqlamasında İmişlidə yeni stadion tikintisi planından danışmışdı. Demək hələ azı bir mövsümdə İmişli FK-nı İmişlidə görməyəcək.